xəstə deyir, doktor, bəlkə məndə yırtıq var, MRT çəkdirər, həmin tərəfdə kiçik protruz ola bilər, amma heç əlaqəsi olmaz. Və yaxud da ki, heç yırtıq çıxmaz, amma doktor, məndə bu ağrı var, bəs nə edeyim? Deməli, bu artıq oturaq sinir ağrısıdır, yırtıq kimi yayılır. Bəzən doğru ki, bel əzələsinin çanaq sümüyünün tininə bitişmək yerindən hissəvi və yaxud da tam qopmalar olur. Belə olan hallarda ağrının səbəbi bel oma üzərində başlayır, ayağa doğru vurur, amma barmaqlara yayılmaz. Yəni, dizin arxasında baldırda bitər. Belə durumlarda bu strain deyil. Biz buna əzələ qopması, əzələ dartınma ağrısı kimi. Bu da yırtığa bənzər, amma o deyil. O yüzden mütləq şəkildə bu dediklərimi evdə oturan insan, televizor arxasında oturanlar üzərində yoxlasın. Var mı, yox mu bunlar? MRT müayinəsi ilə üstə düşərsə həqiqətən bu şikayətdə demək ki, yırtıq səbəbidir. Olduğu halda da dərd eləmin 10-15 dəqiqəlik prosedurla bu ağrılardan azad olub sağlam həyatınıza dönəcəksiniz. Doktor, o 15 dəqiqə müalicədən sonra, sağalandan sonra işə tam rahat şəkildə qayıda bilir o? Bəli, bax, bir şey... Yoxsa hansı qadağalar qoyursunuz? Yox, 2-3 günlük bir həftəlik istirahət rejimində olur ev şəraitində. Yəni, yox, yataqda uzanıb heç tərpənməyim deyə deyil. Ancaq ev içində olan hərəkətlərini, vacib olan hərəkətləri üçün, işləri üçün hərəkətlər edir.